Dostlar, hər kəs salamlayıram. Mən Emin Əmrullayevin Əndirabadi hər səfərində çıxartdığı bir şeylərdən danışmaq istəyirəm. Mən onun müəllimlərə qarşı düşmənçiliyini anlamıram. Həqiqətən anlamıram. Ya bu Emin Əmrullayevin müəllimlərini xahiş edirəm, tapın, çıxardın. Görək bunların hansı biri bu Emin Əmrullayev neyinibsə, elə bir də fəmli o müəllimi alaq ataq içəriyə. Açışı onun yaptığı zülmüdür, nədir? Bu Emin Əmrullayevin müəllimlər olan, eğitimi olan düşmənliyinin mütləq bir səbəbi var. Amma bu səbəbi arkadaşlar araşdırmalıyıq. Yox, belə bir şey yoxdursa o zaman Emin Əmrullayev Avropada oxudan, arkasında duran və əmr verib o ölkənin başına bəla olaraq keçirənləri sorğulamamız lazım. Azərbaycan dövləti. Bu adamı Allah aşkına, aslında Emin de değil ha. Mənə bugün bir dostumuz dedi ki, Eminlə əlaqəsi yoxdur, Mikayıl Cabbarovun kadrıdır bu. Ya qardaşım, sizin bu Azərbaycan eğitimi ilə nə problem? Onsuz da bərbad bir eğitimimiz var idi. Bir tərəfdən də siz niyə buranı bədbəxt eləyirsiniz? Öncə müəllimlərə özünüzün adamları vasitəsilə adını yazmağa bilməyən Əndirabadi, kuri, muri, uyduraraq müəllimləri imtihana soxdunuz. 45 ilin müəllimini imtihana soxmaq o ölkənin bitməsi deməkdir. Azərbaycan deyilən bir ölkə yoxdur. O 45 ilin müəllimi İlham Əliyevə dərs keçib. O 45 ilin müəllimi Emin Əmrullayev sənə dərs keçib. Əgər mənim eğitim sistemim o müəllimlər savadsızsa, siz də savadsızsınız, o zaman siz də istefa verəsiniz. Çünki o müəllimlərin dərs verdiyi hər kəs, hamımız hər şeyi buraxmalıyıq. Bunu başa düşdüm. İndi ay qardaş, ay bacı, bu millətin niyə əxlaq dəyərləri ilə oynursunuz? Mən də bir müəllim qızıyam, bir müəllimin nəvəsiyəm və mən də məktəbə getmişəm. Mən də evin şımarıq uşağı idim. Ya, uşaqlar bir-birini yer, müəllim səsini qaldırmasın, o tərəfə itələməsin, aman. Ya bizim hamımızın müəllimlərin masasının üstündə bir xətkeşi var idi. Biz demirik ki, döysünlər. Hamımızın uşağı var. Amma əzizim əzizdir, tərbiyəsi ondan əzizdir. Müəllimə 200 manat cəza nə? Bu indi baxıram, bütün müəllimlər arxasını dönmüş, buraxmış uşaqlar bir-birini. İndi səhər uşaqlar bir-birini döyəndə, bir-birinin başını yerə vuranda deyəcəklər ki, müəllim hara baxmış? Müəllim sizin uşaqlarınızın bəkçisi deyil. Artıq buna bir son verilməli. Müəllimi bu qədər dəyərsiz eləməyin. Müəllimi bu qədər dəyərsiz eləməyin. Əxlaqsız bir valideyn şey var, kompleksli, inciməyin. Tərbiyəsiz bir valideyn var, yetişdi, o nəsildə indi uşaqlarını, eyni şey Türkiyədə də var. Eyni şey Türkiyə, sən kimsən mənim uşağıma söz deyirsən? O zaman o uşaq nərdivandan düşəndə, o uşaqlar qələmlə bir-birinin gözünü tökəndə müəllimə gəlib deməyəcəksən, sən hara baxırdın? Emin Əmrullayev bir dənə şey verəcəksən, qərar çıxardasın, o müəllim onu divarda asacaq. İçəridəki uşaqların bir-birini dalaşmağından. Çünki müəllim uşağı, sizin hamınız bir tərbiyəsiz, şımarıq bir uşaq böyüdüb göndərirsiniz. Uşağın günahı yoxdur, günah sizdədir. Mənim uşağım, mənim uşağım. Bir də bir mod olub. Zəngin valideyn, fakir valideyn. Zəngin valideynin uşağına söz demək olmaz. Müəllimlər özləri də bunu eləyir, orası da var. Sizdə də var. Kim bahalı hədiyyə alıb onun uşağını tumarlayım, o da baxır ki, bunun uşağı tərbiyəsiz deyəndə müəllim eşini demir. Deyir ki, o mənimki də eləsin. Artıq bu dəyişik edilməli, bir dəyişikliyə gedilməli. Azərbaycanda eğitim yox idi. Bununla da eğitimi tamamen bitirirlər. Cahil topluluqlarda isə əxlaqsız çoxalar, oğurluq, dolandırıcılıq çoxalar və eyni zamanda köləliyə doğru üz aşağı gedərik. İndi hansısa məmurlar istədiyi kimi at oynadacaq deyə bir toplumu yox etməyə haqqınız yoxdur. Durdurun bu hayasızlığı və durdurun bu təhsilə olan bu biabırçılığı. Yenə deyirəm, Emin Əmrullayevin, onu ora təyin edibsə, Mikayıl Cabbarovun, Mikayıl Cabbarovu kim təyin edibsə, onun hər kimsə, çağırın bunları, nə olar, bir yoxlatdırın, bunların müəllimləri zadı, görək neyiniyiblər bunlara. Əgər ölübsə o müəllimlər, tamam deyib qəbirdən çıxardıb cəzalandırarıq. Amma bunların müəllimləri olan kininin bir kökü var. Yox, o kök yoxdursa, bunların Avropadan, Amerikadan, İsraildəki ağa babaları bunlara nə əmr edirsə, onu edirlər. Məsələn, Azər Həsrat kimi hayasızcasına dirənir. Hayasız və sırtıqcasına milyonlarla ölkənin %99'unun müsəlman olan Azərbaycan xalqının həyasızcasına dirənir və bütün siyonist kanallar da bu adamı efirə çıxardırlar. Bunun üzərindən bir propaganda, yanlış bir yerə gedirik və bunun zərərini irəlidə xalqla bərabər iqtidar sən də görəcəksən və bunun zərərini o millətlə bərabər İlham Əliyev sən də görəcəksən, Mehriban Əliyeva sən də görəcəksən. Əmin olun, nə qədər gec deyil, çünki kimsə düşünməsin, məndən keçdi. Yox, bir toplumda çürümə başlayırsa,
Bir insanı götür, ayağında bir çürümə var. Sən onu tədavi etdirmirsənsə başına qədər gəlib çatacaq və beyin ölümü sonuçta hansısa bir yerdən çıxanı bölünüb, parçalanıb bir-birimizi yeyərkən kənardan biri çıxıb bizim özümüzə görə olmasa da ölkənin sərvətinə görə hop üstümüzdə oturub bizi yenidən bir işğal edər. Balalarınızı da düşünün, yazıq günahdır. Etməyin, eləməyin. Bu millətə həqiqətən çox böyük zərbə vurursunuz. Yazıqdır, günahdır.